Bəli, yeni videodayıq. Bayaqki çəkdiyim videodan artıq 1 saat 30 dəqiqə vaxt keçib artıq 200.3 baxış. 200.300 baxışlayıq. Ay onu ilə kart göstərək. Hadi 500.000 eləyək biz də sizlər üçün. Həmə də kart eləyək. Yəni başlayaq. Ter Stegen, Jorginho, Thiago Silva, Fellini, Luka Jovic, Delight, Buffon efsaneydi ama kariyerasını bitirdi o zaman ya. Need transfer, Gonzalo Higuain, Kim, Suarez, Eriksen, Martial, Gimenez, Sacio, Boateng, Alisson, Hummels, Suarez, Alexandro Icardi. Galatasaraylıların sevimli futbolcusu. Mən Fenerbahçeli olduğum üçün o dərəcədə də Fenerbahçe və Beşiktaşın tərəfindən təbii ki də, amma o dərəcədə də mən sevmirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 195.000. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 200.000 artıq baxış oldu. Oldu. Növbət nədir? Hə, onunla nə qaç istəyəcəm? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Paul Pogba. Bu neçənci ildir? 9 milyon oldu. Bu arada Paul Pogba indi hal-hazırda oynamır. Deyəsən necə cəzası vardı, nə etsə oynamırdı ona görə. Yoxsa cəzası vardı, bilmirəm. İndi amma hal-hazırda klubsuzdur. Bu arada Paul Pogba ilə bir dəqiqə Monaco və Fenerbahçe deyilənlərə görə maraqlanır. Amma Paul Pogba çempion olan kluba geri dönmək istəyir. Nə amma Qarabağa gələ, öf. Yəni həqiqətən midfielder. Yarım müdafiəçidir. Yox, midfield yarım müdafiə. Çox gözəl olar da, yəni. Qəşəng həqiqətən çox əfsanə bir şey olar. Baxın, bu da Paul Pogba'nın 2022 versiyonudur. Bəli, 2022. 2022-2023 sezonunun Paul Pogba'sıdır bu da. Roberto Firmino indi səhv eləmirəmsə, harda oynuyordu o? Roberto Firmino harda oynuyordu? Yaddan çıxdı, bax, beyin itdi. O da Səudi Ərəbistan klubunda da Roberto Firmino. Yeniden Firmino. Burada həm də Osman Dembele var. Görək o kartdan, kartlar şey açdı. Narımlar göstərmişəm. Burada görüm əlimdə gələn Dembele var mı? Bir dənə ora baxaq. Hə, yox, bir dənə Paul Pogba var orada. Onu göstərim. Dembele hal-hazırda PSG'nin şərəfini qoruyur. Osman Dembele. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 205.000 baxış üçündəki videolar hazırdır. Təbii ki də belə eləyək. Mən 205.000 yox, mən biraz videonu uzadan təbii ki də, həm də kartları göstərəm. Eyni zamanda gəlin birlikdə sizlərlə göstərdiyim bu kartlar vardı. Geçən səfər videoda demişdim ki, favori kartları göstərəcəm. Favori kartım mənim üçün ən maraqlısı yəqin ki, bax bu kart olacaq. Yəni bağlanma. Baxın bu. Ronaldinho, bax özümüzə qıraq bunu ortadan ayrılır onsuz da. Görə cıra biləcəyik. Hə, salır. Zico. Şöyle burada var. Sasha Boye, Ronaldinho. Buradan göstərmirəm, yəni sevdiyim futbolçuları ayıracağım. Üçlü olaraq. Görək hər üçlüdən bir dənə favori kart etəcəm özümə. Ay, pis sırdıq. Hər dəfə mən belə girəm də. Hər dəfə kartları niyə mən belə cırıram axı? Görək burada kim var? 5. dəqiqədəyik.
Sonda. Mən mülacirim. Sonda göstərəcəm mənim ən özəl kartlarım kimdir, bax bu üstü arasında. Mən arxalarını göstərim, siz görməyəsiniz, sonda göstərəcəm çünki. Liga efsaneleri. Buradan bir kişi seçersek kimi seçerik? Kimi seçerim mən? Net var bunu seçerim. Bu kartdan 2 dənədir, yəni çoxludur əslində. Onun favori olaraq şunu seçəcəm. Növbəti video, bundan əvvəlki videolarıma baxanlar bilər bu kartdan kim çıxmışdı, nələr çıxmışdı. Növbəti yox, sadəcə bundan əvvəlki videolarıma baxanlar bilər. Səhv dedim. Bu kart ən çox sevdiyim kartdır. Ona görə mən bundan bir futbolçu seçəcəm. Onu da pis seçdim hər şey ki, olduğu kimi də. Yox, hayır, bunu da seçəcəm. Bu arada burada bir kart var, onu göstərəm sizlərə. Yəni, zəra bilsək göstərəcəm artıq. Heung-min Son'dan söhbət gedir. O da ki, Fenerbahçe'yə gələcək. Kartdan nə qədər da... Trend Kaşi təkrarən Azərbaycan Premier Liqası kartlarını düzəldən bir şirkət gələ. Həqiqətən də çox əla və çox maraqlı bir anlar həqiqətən də olar. Kartlardan seçmişəm deyə bu arada təzən seçməyəcəm. Bazı olaraq elə bilə ayırıram. Artıq 7-ci dəqiqədəyik. Videomuzun 7-ci dəqiqəsi. Görək. Bunu seçdim mən bayaq, hə? Məncə bana... Yaxşı, neysə elə. Əsəbləşdim. Buradan seçəcəyimiz 2 dənə futbolçu var. Bir bu. Bax, bir də qoyduq qırağa. Bunu seçməyəcəm heç birində. Qramaj. Buna deyil. Növbəti videomuza yenidən qalaraq böyük ehtimalla kimləri seçdim. Bu kartdan 3-ünü də mən seçəcəm. Gəlin ki. Elə buradan da 3-ünü də seçəcəm. Bu paketin də 3-ünü seçəcəm. Buradan bir futbolçu göstərdim sizə. Könül istərdi ki, həqiqətən o Qarabağa gələ. Bu kartdan birini seçək. Of, mən buradan ikisini seçərəm abi. Bunları seçdik bayaq. Ona görə mənə lazım da deyil. Bunu da seçdik. Toplam hamısını cıraqdan sonra, ayrılandan sonra bax bu qədər qalınlıqda kart olub. Mən amma bu qədər qalınlıqda kart favori olaraq seçdim. Gəlin göstərəm onları tez-tez. Messi, Luis Nani, İsmail Yüksek, Virgil van Dijk, Cenk Tosun, Erling Haaland, Ferdi Kadıoğlu, Kevin De Bruyne, Halil Dervişoğlu, Toni Kroos, Getson Fernandes, Gazil, Mert Hakan Yandaş, Courtois, Ronaldo, Edin Dzeko, Heung-min Son, Sadio Mane, Kaka, Nadia, Zaniolo, Salah, Muleka, Hakan, Ronaldinho ve Son.